Aleyküm, hamını yeni videodan salamlayıram. Videonun başlığından da gördüğünüz kimi yeni maşın əldə etmişəm. Düzdür, bir 10 gün olar. Sadəcə olaraq vaxt edib də çəkiliş edə bilmirdim. Gördüm ki, altdan xəbər tutanların bəziləri yazır ki, Türkiyəli yeni maşından çəkiliş elə, görək nədir, nə deyil. Çalışacağım ki, göstərim sizə nə var, nə yox. Təəssüratlarımı paylaşım. Çünki bir neçə dəfə rayon yollarında çıxmışam. Hal-hazırda da Şamaxıdan qayıdıram. Adamları düşürmüşəm. İndi rahat tək qayıdıram deyə dedim bir yoldan da danışım. Maşının için çölün inşallah çatdıqdan sonra sizə göstərəcəm. Videonu elə yekunlaşdırarıq. Hələlik təəssüratlarımı paylaşa bilərəm. Yüngül, tam da dəqiq olmayan yanacaq sərfiyyatını paylaşa bilərəm aşağı yuxarı, amma yanacaq sərfiyyatı ilə bağlı videolar əgər istəsəz, necə ki bunu BYD Destroyer'da edirdim. Bir neçə dəfə bunu həm Lənkəran yolunda, həm Qəbələ, həm Şahdağ səhv eləmirəmsə rahat 1-2-3 video olmalıdır səhv eləmirəmsə o haqda. Bu maşında da istəklər olsa tam çənə doldurmaq şərti ilə çəkiliş edib deyəcəm. Buradan da sizə, burada da menyuda da burada göstərir. Oradakı sərfiyyatı da göstərərəm sizə. Belə ümumi olaraq bildirim ki, maşın 2018-ci ildə tək pasportdan Mercedes Matrix'dir. Matrix ola bilər izləyicilər üçün o qədər də tanınmış olmaya, adətən öyrəşmişik. Vito, Viano, V-Class, yəni bu tip bizdə Azərbaycanda R3-ü məşhurdur. Matrix Amerika bazarı üçün buraxılmış, eynən bildiyimiz eyni Kuza üzərində, yəni Vito'nun birə-biridir. Motor, 2 motor benzindir. Çöldən göstərdikcə sizə çalışacağım ki, tam dəqiq göstərim ki, fərqlər nədədir. Məsələn, qabağımızda bax gedir də nümunə, düzdür. Görürsünüz, bunun arxası V-Class-dır. Böyük ehtimal ki, bu özü də elə V-Class olmalıdır, ağ rəng. Onun arxasında şüşənin altında olan nikel, məsələn, mənim maşınımda yoxdur. Orijinal V-Class-la V-Class-a yığılma modellərdə fərqli olur. Adi adamlar, yəni bu işin içində olmayan və yaxud da turizm aidiyyatı olmayan insanların çoxsu ayırt edə bilmir. Mən də hələ tam deyim ki, 100% ayırt edə bilirəm, yox. Biraz içinə, biraz çölünə baxsam diqqətlə ayırt edə bilirəm. Ümumi olaraq da maşın arxa, qabaq və salon hissəsindən 2025-ci ilə yığılıb. Və çöldən də sizə çəkiliş eləyəndə arxadan, salondan əsas fərqlilikləri izah edəcəm. Və ümumiyyətlə bu mövzuya yaxın olmayanlar niyə V-Class-a yığmısan deyə soruşsalar, onu deyim ki, etalon, yəni bu Vito, Viano, nə bilim Matrix falan, bunların hamısının içərisində etalon V-Class sayılır. V-Class ən üst səviyyəsidir. Bunları nə qədər də yığsan yenə də V-Class-ı çatmaz. Çünki ən azından V-Class-ın belə deyək də pnevma üzərindədir. Onun rahatçılığını bu maşında heç cür əldə etmək olmaz. Yəni çöldən, içdən yığarsan, amma pnevmaya da yığdıran adam indiyənə kimi eşitməmişəm. Yəni o qədər dərinliyə gedən adam elə gedir V-Class alır özünə. Əksəriyyətimiz bunu çöldən və içdən yığıb 70-80% oxşadıb da bununla da başını bağlayır. Belə yəni müştəriyə də satış edilsə, istəyir xarici, istəyir yerli, deyirsən ki, arxanca V-Class gəlir, yəni gəlib çatandan da sonra böyük bir şey yoxdursa, yəni experience neydi Azərbaycan dilində? Təcrübəsi olmayan adam
Onu çox da ayırt edə bilməyəcək. Yəni bir 10 dəfə, 15 dəfə nə bilim sifariş verib, onun detallarını bilən adam ayırt edə bilər, amma belə çox da bilinmir. Əsas da bilinən hissələrdən biri elə məhz buradır. Bu torpeda dediyimiz ön panel, nə deyirsinizsə. Yəni buradan baxan bilən adam, indi mən burada şəkilləri bilməm, qoymağa vaxtım olacaq, olmayacaq. Girib də Turbazda və yaxud da Google'da axtarış eləsəz və klasın salonuna baxsaz, bu hissənin tamamilə fərqli olduğunu görə bilərsiniz. Yəni buradan belə bir rutka falan gəlir. Yəni tamamilə fərqlidir. Bu bildiyiniz sadə Mercedes-in salonudur. Hardasa da çeşka ilə motor hissəsindən tutmuş, yəni rol falan çox şeyləri eynidir. Belə təəssüratlarım yolu və sürüşü haqqında soruşsaz, bilmirəm nə ilə əlaqəlidir. Destroyer-mı? Demirəm super rahatdır, amma superdən narahat deyil deyə bəlkə. O yüzden mən deyim ki, Destroyer'dan düşdüm buna, Mercedes'dir. Ay belə rahatçılıq falan. Dəhşət. Nə yaxşı ki bu maşını aldım. Belə bir təəssüratım yoxdur qətiyyən. Mən hətta izləyənlər bilir, mən Destroyer'dan qabaq 2 il öncə Mercedes E-Class, yəni bildiyimiz Panoramanın furqonu sürmüşəm. Hətta onu da qeyd edeyim ki, Panoramanın arxa hissəsi məndə pnevma ilə idi. O da ekstra rahatçılıq, yumuşaqlıq verir. Mən 2 il onu sürüb, 2 il tam olmadı, 1 il neçə ay sürdükdən sonra bu Destroyer'a keçdim. Yəni mən bir dəfə belə olsun Destroyer'ın rulu arxasında sırf komfortdan söhbət gedir. Sürüşdən söhbət gedir. Sürüşün o verdiyi belə rahatçılıq, ələxüsusda biz bilirsiniz, yəni işimizlə əlaqəli turizmdə çox uzaq yollara çıxırıq. Əsas da maşının yoruculuğu falan uzaq yolda hiss olunur. Yəni mən Destroyer'da onu qətiyyən hiss eləməmişdim. Eləcə də indi 1 il yarımdan çox Destroyer sürdüm. İndi keçmişəm. Tam da keçməmişəm. Yəni Destroyer yerindədir. Videonun əvvəlində gördünüz, qarajdaydı. Onu satmaram. Satmağa qətiyyən düşünmürəm. Yəni burada bir üst səviyyəyə keçdim deyə məndə bir şey olmadı da, yəni hisslər olmadı. Rahatdır. Bunun bəzi fərqlilikləri var. Bəzi çatışan, bəzi çatışmayan nüansları var. Hansı ki Destroyer'la olan o balansı pozmur. Hətta bunu mən mənfi cəhətlərindən də hesab edib bu videoya daxil edə bilərəm. Bu maşında avtopilot yoxdur. Mənə görə ən böyük mənfi cəhəti odur. Yəni mən şəhər sürüşündə belə avtopilotdan, yəni cruise kontroldan istifadə edən adamam. Qalmışdı ki, hələ uzaq yolda. Uzaq yolun demək olar ki 90%-ni mən avtopilotla sürürəm. Bunun təkcə rahatçılıq üçün eləmirəm, həm də radarlardan qorunmaq üçün edirəm. Yəni mən bütün videolarımda həm görüb, həm də dediklərim var. Hətta indi uşaqların da çoxsu bilir, deyirlər sən 95 ilə sürənsən. Bəli, mən 95-98 sürəti avtopilota qoyub elə sürürəm. Niyə? Çünki yolun 60-70%-i 90 olur, qalan 20-30%-i 110-luq yollar olur. Mən 110-luq yolda heç 110 sürmürəm. Mən Mercedes-də belə onu sürmürdüm. Yəni səbəb Destroyer deyil ki, mən deyim ki, Destroyer-ı böyük sürətlə uzun müddət sürmək olmur. Ona görə deyil, yəni bunu onun üçün edirdim ki, radarlardan qorunum. Yəni 90-110 bəzən müştəri ilə danışırsan, yəni xarici vətəndaşlarla da, yəni bütün yol boyu susub da getmək olmur. Söhbət edirsən oradan buradan, adam fikri qarışır, yorğun ola bilərsən, təkcə yəni söhbətdən söhbət getmir. Axşam vaxtı ola bilər, radarı görməyəsən.
O yüzden yəni 95-98 bu sürəti özümə daimi olaraq seçmişdim. Və demək olar ki, yolun əksər hissəsini avtopilotla sürürdüm. Bunda o yoxdur. Bu mənə görə mənfi cəhətdir. Yəni bu bəlkə də mənə Destroyer'dan daha rahat ola biləcəkdi, amma olmadı. İkinci mənfi cəhəti məsələ bu düzgün yerdə olub da bu söhbət edirəm. Bax, burada çoxlu enişli yollar var. Həm burada, həm Şahdağ yolunda. Yəni biz əksərən bu iki yolu gedib gəlirik də. Yəni Qəbələ yolu, hansı ki Şamaxı İsmayılıda çoxlu enişli yoxuşlu yollar var. Bir də Şahdağ. Destroyer'da məsələn bir funksiya var idi. Görürsünüz, sürət burada artır. Biz enişdə gedirik, sürət artır. Demək, Destroyer'da belə bir funksiya var da, Energy Recycle mod, yəni rekuperasiya üçün olan həmən o modda. Mən daimi olaraq onu həm şəhərdə, həm də şəhərdən kənar yollarda fərqi yoxdur. Artıq o qədər öyrəşmişdim ona. O da nə funksiyadır? Ayaqlı qazdan çəkəndə maşın sürəti düşür. Və bu ən çox da eləməz bu enişli olan yollarda adamın köməyinə çatır ki, sən əyləcədən çox istifadə eləmirsən. Maşın sürəti demək olar ki, artmır. Hətta əyləcədən belə, yəni tormuz verəndə belə çox cüzi tormuzdan istifadə edirsən. Bu da həm maşına xeyirdir, çünki nakladka həm gec yeyilir, baraban gec yeyilir. Hətta bəzən elə ola bilər ki, yəni çox enişli yol olsun, yəni bucağı çox olsun. O qədər əyləcədən istifadə edəsən, əyləc ya yana, ya yapışa, yəni bu da bir təhlükəli momentlərdir. Destroyer'da elə söhbət yox idi ki, ay qızdırdı, ay nakladkanın iyi gəldi, ay nə bilim apornu yandı oldu qıpqırmızı. Destroyer'da mən indiyənə kimi nə qədər o maşını sürmüşəm, yəni 133 min, nə qədər deyəndə ki, dəqiq olsun. Yəni elə bir problemlə qarşılaşmamışam. Həm də o, nə bilim, öyrəşməyimdən mi asıldı, nədirsə, mənə ekstra komfort verirdi də, yəni onun o funksiyası. Funksionallıqdan, rahatçılıqdan da əlavə, həm də enişli yollarda demək olar ki, benzindən istifadə olunmurdu. Motor tam olaraq sönürdü və əlavə olaraq da bu mənə enerji yığıb, məsələn 10 kilometr, 5 kilometr, nə qədər olur olsun fərqi yoxdur. Axır ki, yürüyüş məsafəsi verir və akkumulatorum dolurdu. Bu da yanacaq sərfiyyatına çox böyük təsir etmiş olurdu. Mənə görə hələ ki bu 10 gündə sürdüyüm və narazı qaldığım 2 momentdən biridir. Deyim ki, belə çox dəhşət ay sürmək olmur, avtopilotsuz yox, yəni məcbur sürürsən. Hətta deyim ki, biraz o daha təhlükəlidir, daimi olaraq cruise kontrolda sürmək. Amma öyrəşməkdən asılıdır, yəni bizim işimiz budur, yəni artıq öyrəşmişik. Düzdür, hadisə olanda bir dəfə olur, amma artıq ona öyrəşmişik. Belə, bu iki ən böyük fərqdir, hələ ki keçid elədiyim maşınların arasında. Belə də funksiyaları haqqında maşını saxlayandan sonra tam olaraq göstərərəm. Arxanı göstərərəm. Maşın ümumi olaraq 7+1-dir, yəni 7 sərnişin və bir sürücü üçün olandır. Bölümdə belə bir yer var. Bir sərnişin üçün və arxada daha 6 oturacaq var. Üz-üzə dayanıb, çünki turizmdə əsasən belə istifadə olunur. Və bu arada xatırladım ki, maşın Amerikadan sərnişin olaraq gəlib, yəni bilmirəm, yəni maşını mən gətirməmişəm. Burada bir yaxın dostumuzdan almışam maşını. Maşın bu ilin fevral ayında gəlib və bir ay təxminən yığılıb, tam olaraq göstərəcəyim və yarımçıq göstərdiyim vəziyyətə gəlib çıxıb. Sərnişin də olması müsbət cəhətdir, çünki
belə deyim də, ümumiyyətlə şəhərdə gördüyünüz Vitoların, Viano yox, Viano orijinal sərnişin olur. Vitolar yük olaraq gəlir və şəhərdə mən deyərdim ki, bəlkə bir 60-70% gördüyünüz Vitolar, Vianolar, indi təzə modellər çıxmaq şərti ilə gördüklərinizin əksəriyyəti yük olaraq gəlir və Bakıda yığılır. Qabaq Gürcüstanda, Türkiyədə də yığıb gətirirlər. İndi amma yük olaraq bilirsiniz ki, yük maşınlarını 2006 və üzəri gətirmək olur. Bu avtomobillərə başqadır. Yəni avtomobillər səhv eləmirəmsə 10 ildir də. Səhv eləmişəmsə rəylərdə yazarsınız. 2016 və üzəri maşın gətirmək olar, mini avtomobillər, amma yük avtomobillərdə, hətta səhv eləmirəmsə avtobuslar belə 2006 və üzəridir. O yüzden yüklər hələ də gəlir, Avropadan daşıyırlar və yığılır yükdən sərnişinə. Həmən maşınların podveska deyirlər də, yəni yük üçün nəzərdə tutulmuş başqa cür olur. Sərnişin üçün olan daha yumuşaq olur və salon hissəsi də nə qədər ideal yığılsa da bəzən səs-küyə meyilli olur. Yəni içərdən cırıltı səsləri falan gəlir, çünki bir çoxsu fanerkadan yığılır. O yüzden səsi meyilli olur, amma sərnişin olaraq, orijinal sərnişin olaraq gələnlərdə bu problemlər çox cüzi hallarda olur. Belə indi Bakıya çatdıqda da dediyim kimi çöldən və içdən göstərəcəm maşının nəyi var, nəyi yox və fərqlər nədir, nələrə diqqət edib alırıq, maşını mən nələrə diqqət edib almışam, onları da sizin nəzərinizə çatdıracağım inşallah. Belə təəssüratlarımdan bu qədər. Yenə də gələcəyinə əgər istəsəz bu maşın haqqında da videolar çəkərəm. Maraqlıdırsa əgər sizə. Belə yolumuza davam edək. Bir saat yarımı falan inşallah çatarıq. Videonu davam elətdirəcəm. Sizsə həmən arada kanala abunə deyilsinizsə kanala abunə olun. Rəylərinizi yazın. Videonu zəhmət olmasa bəyənin ki daha çox insanın qarşısına çıxsın. Və ürəyinizdən keçirsə əgər xeyirli olsunlarınızı alaq. Allah arzusunda olan, nə bilim, kim varsa hamıya qismət eləsin inşallah. Bu da sizə dediyim maşının ön görünüşüdür. Tam olaraq Mercedes B-Class 2025'e yığılıb görüntü olaraq. Cüzi fərqlər var sözsüz ki və onları belə deyək də adi adamlar bilmir. Hətta disklərinə kimi indi arxaya da keçəcəm. Disklər belə B-Class'ın diskləridir. Ön görünüşü belədir. İndi ay nə bilim LED-dir, MED-dir indi. Onları burada sadalamağa dəyməz, məlum məsələdir ki LED texnologiyası iləndir. Bunlara təkkaş fara deyirlər, həmən o təkkaş olanlardandır. Nömrəni də özüm seçdim. Əslində DD, DO, DU bunları istəyirdim, olmadı. Elə Dolce Gabbana verdilər mənə. DG 456. Ön hissəsini göstərmişdim. İndi bir daha göstərim sizə, baxın. Bu ön görüntüsüdür. Belə klimat kontrol deyil, adi belə bir hər şey mexaniki olandır. Sağ-sol qapıları açmaq üçün demək knopkalardır, biri sağ, biri sol. Avtomatikdir, qapılar 3 yerdən açılır. Həm burada knopka var, həm çöldəki ruçka, həm içəridəki ruçkanı dartaraq açmaq olur. Həm də buradan. Qalan standart Mercedes'in olan o demək monitorudur mu deyək, nə deyək, yəni bu konsoldur. Fərq ondadır ki, məndə panoramada da buna oxşar bir şey vardı. Monitoru daha kiçik, amma bunun bluetooth'u var. Multisükandır. Onu da istəsəz incələyərəm. ESC buradadır. Bunu buradan yandırıb söndürmək olur, mümkündür.
Qapıların kilitlənməsi də hər iki tərəfdən. Silini qızdırıcı falan yoxdur, onlar hamısı V klassda olur. Şüşələrin qalxıb enməsi əlbəttə ki, avtomatdır. Qapılar da dediyim kimi avtomatdır, plisosdur. Üzərində gələndə sonradan qoyulma deyil. Bu da salonumuzdur. Bunlardan, başlıqlardan da ayırt eləmək olur ki, bunlar sırf 25'e aid olanlardır. Belə bir üzərində gəlmiş. Üzərində daha doğrusu aldığım şəxs yığıb. Belə bir xalça formasındadır. Bunun ki, yəqin böyük ehtimal rəngin dəyişdirəcəm. İnşallah biraz işləyək. Yəqin ki, elə bu rəngdə ya bundan biraz daha tündün vurdurmaq istəyirəm. Əslində bu yaxşıdır. Niyə? Çünki tozu, sirke o kadar da bildirmir. Gözəl seçimdə. Qara qoysan sırazu bilinəcək. Hətta bir dənə tozlu bir yerdən qaydandan sonra müştəri bura olacaq. Boz. Belə salonda qeyri-adi bir şey göstəriləcək bir şey yoxdur məncə. Buradan da radyo knopkaları üzərində zavod qara şüşələrlə gəlib, disklər dəyişdirilib. Arxa faralar da dəyişdirilib 25'e. Bax onu deyirdim, bax. Bayaqki maşında buradakı olan nikel yoxdur. Fərqlərdən daha birisi bizdə avtomat deyil, yəni bunun qalxması, enməsi burada knopka ilə falan necə ki V klassdadır. Ondan bizdə yoxdur. Amma maşının sırf buna turizmçilərin dilində zontik deyilir. Yəni belə yuxarı açılması. Yəni yan qapılar, iki hissəli qapılar olanda onlar dövlət tədbirlərinə, ümumiyyətlə tədbirlərə götürülmür. Maksimum heç bir maşın tapılmasa bəlkə götürürlər. O da tanışdıqla, minnətlə. Amma sırf bu formada olanda, yəni risk eləyib də bir dəfəlik yükün altına girib belə bir avtomobil götürməyimə də səbəb məhz bu avtomobilin tədbirlərə getməsidir. Məsələn, COP kimi, Formula 1 kimi və s. digər forumlar, beynəlxalq görüşlər. Yəni onlara sırf bu maşın gedir. Düzdür, V klassın qiyməti ayrıdır. Yeni modellərin qiyməti ayrıdır. Bəzən biraz daha köhnə modellər götürürlər. Onların qiyməti ayrıdır. Hərəsinin öz qiyməti var. Buna da pis qiymət vermirlər. Yəni V klassa baxanda. Düzdür, çoxaldıqdan sonra bir ara bunlar dəhşət çoxaldı. Əsasən də səhv eləmirəmsə elə COP vaxtında böyük vədlər verilmişdi ki, ay belə, bağ belə, bostan belə, ay belə günündən nə bilim 500 manat pul verəcək. Biraz əlində pul olanlar hamısı getdi, götürdü, gətirdi bu maşından, doldu şəhərə. Nə COP-da işləyə bildilər. Bir də qara olması mütləq şərtdir tədbirdə işləmək üçün. O yüzden qara olmuşam. Həm də qara sözsüz ki, biznes klas olduğun bir daha vurğuluyur. Hə, COP-da işləyən işlədi düzdür, amma o qiymətə yox. Ondan sonra da maşınlar qaldı boşda. Bu formada qiymətlər düşdü. Yəni bu maşınların yeni modelə dediyimiz. Yeni model əslində iki hissəyə bölünür. Axtarış eləyən zaman da, yəni maşın axtarışı zamanı da şirkətlər falan hamısı iki kateqoriya ayrılırlar. Bir 2015 və üzəri və 2020 və üzəri. Bunların əlbəttə ki qiymətləri də fərqlidir. Yəni istənilən bir turun qiyməti fərqlidir. İstər Bakı turu olsun, istər Şaxdağ turu olsun, istər tədbir olsun, nə olur olsun, ilinə görə qiymət dəyişir və orijinallığına görə əlbəttə ki, orijinal və klass. Düzdür, indi bəziləri deyir, ay iş yoxdur falan, gedirlər, işləyirlər. Amma işinə, maşınına dəyər verənlər, adamlar var, tanıyıram, onlar işləmirlər, yəni aşağı qiyməti işləmirlər. Belə, maşın haqqında ola bilər, nəysə unutdum, nəysə demədim. Probegi göstərim sizə. Ümumi probeg 204 mində almışam, hal-hazırda 206 mindir.
Bu arada yağ dəyişmənin də vaxtı çatıb. Mən 5000-də almışdım. Hardasa bir 2000 probegdə sürmüşəm. Yağ dəyişmənin də vaxtıdır. Benzin göstəricisidir. Hə, bu arada bunu da deyim ki, bu tam olaraq tərcümə olunub. Rus dilinə, ingilis dilində idi. Bu da mümkündür. Kim eləyir bunu deyə soruşsaz, onu da gələcəkdə servis vloqlarında göstərərəm sizə. Mercedes-in servis vloqlarında Panoramanın yanına getdiyim ustalardan biri də elə Qamışlıq servisdə olan Hacı deyirlər. Hacının yanına gedə bilərsiniz. Bu işləri eləyir. Həm mil saatı, kilometr saata çevirib. Düzdür, solda hələ də mil qalıb. Burada bunun gərək ümumi pribor dəyişir, amma əsas lazım olan mən daimi burada saxlayıram. Kilometr saatla göstərir. Bu da çox rahatdır əlbəttə ki. Bir var buradan və yaxud da buradan baxasan millə təxmini hesablayasan. O da ki, hardasa radara ilişərsən, amma belə rahatdır. Belə Skorus, yəni pillələr qutusunun dəyişməsi buradandır. Neytral, arxa, qabaq, parking standart Mercedeslərdə olduğu kimi. Bu arada lepestoklar var, istifadə eləmək olur, mümkündür. Və burada da nə bilim dönmə işığından tutmuş, arxanın, qabağın su vurması falan işlənməsi hər birisi var. Menyudur, menyuda da çox şeylər var. İndi bunu incələmək istəmirəm. Məncə heç kimə də maraqlı deyil. Bir çox şeylər var. Girib baxmaq olur. Zəngə cavab verməkdir, ad boydur. Belə şeylər. Sadə bir şeylərdir. Videonu çox uzatmaq istəmirəm. Kiminsə nəsə sualı olarsa, bildiyimi deyərəm, bilmədiyimi də araşdıraram və növbəti videolarda bu haqda sizə məlumat verərəm. Belə, ümid edirəm video maraqlı oldu. Çoxdan da videoda yox idi kanalda. Dəstəyinizi gözləyirəm. Bəyənin, şərh yazın, imkan olsa paylaşın. Özünüzə yaxşı baxın. İnşallah gələn videolarda səslənərək. Sağ olun.